Salam, axşamınız xeyir olsun. Gün Az TV-yə baxırsınız. Studiyada Aynur Zahid Dəvəlcə. Əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Pakistanın baş nazirinin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş etdi. Erməni əsilli Fələstinli nazir İrəvanda. Pezeşkiyan Ermənistana səfər edəcək. İranda sürücülərin tətili 125 şəhərə yayıldı. 5 şəhərdə 15 məhbus edam edildi. İndi isə daha ətraflı dünya liderləri Prezident İlham Əliyevə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə təbrik məktubları göndərir. Bəhreyn, Serbiya, Qazaxıstan, Türkiyə, Fələstin, Özbəkistan, Müstəqil Dövlətlər Birliyi, İspaniya, Koreya, Almaniya, Rusiya, İtaliya, Bolqarıstan, İsrail, Tacikistan, Xorvatiya rəhbərləri Azərbaycan Respublikasına təbrik məktubları göndərib. Qeyd edək ki, liderlər təbrik məktublarında ikitərəfli münasibətlərə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna və Azərbaycanın malik olduğu böyük potensialdan istifadə etməklə dövlətlərarası münasibətlərin bundan sonra da möhkəmlənməsinə əminlik ifadə ediblər. Liderlər bu əlamətlər gün münasibəti ilə bütün Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırıblar. Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-sində Azərbaycana səfərə gəlib. Laçın Beynəlxalq Hava Limanında Ali qonağın şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Pakistanın baş nazirini Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar. Məlumata görə sabah Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif işğaldan azad edilmiş ərazilərdə sayca 3-cü olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcəklər. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2021 və 2022-ci illərdə müvafiq olaraq Füzuli və Zəngilan aeroportlarının açılış mərasimlərində iştirak edib. Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə qoyulub. Buraxılışımız davam edir. Bugün əməkdar jurnalist Bizim Yol qəzetinin baş redaktoru Bahəddin Həzinin Göyün Cazibə Qüvvəsi adlı kitabının təqdimat mərasimi keçirilib. Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasındakı Şuşa zalında baş tutan görüşdə millət vəkilləri, sənət adamları, jurnalist və oxucular iştirak ediblər. Azərbaycanın dövlət himni ilə başlayan tədbirdə professor Qulu Məhərrəmli, tanınmış yazıcı və kitabın öz söz müəllifi Seyran Səxavət, deputat Qüdrət Həsənquliyev və Vüqar İskəndərov, sabiq deputat Etibar Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi yazıcı Elçin Hüseynbəyli çıxış edərək müəllif haqqında ürək sözlərini söyləyib, yubilyarı təbrik ediblər. Xatırladaq ki, Bahəddin Həzi Füzuli rayonunun Yuxarı Seydəhmətli kəndində anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə Xəzar jurnalında ədəbi işçi kimi başlayıb. O, Turan agentliyində müxbir, Azadlıq qəzetində şöbə müdiri, redaktor müavini vəzifəsində çalışıb. Bahəddin Həziyev daha sonra Avrasiya qəzetində şərhçi, Çağ qəzetinin baş redaktoru, Azadlıq radiosunda şərhçi, 2005-ci ildən isə Bizim Yol qəzetinin baş redaktoru işləyib. O, 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar jurnalist fəxri adına layiq görülüb. Bu kitab mənim 60 yaşımda özümə və dəyərli dostlarıma hədiyyəmdir, deyən müəllif isti sözlər və xoş qarşılanmaya görə tədbir iştirakçılarına minnətdarlığını bildirib. Davam edirik. Ermənistanın Xarici İşlər Nazirinin müavini Van Kastanyan İrəvanda keçirilən Yerevan dialoqu beynəlxalq konfransı çərçivəsində Fələstin dövlətinin Xarici İşlər və Mühacirlər üzrə dövlət naziri erməni əsilli doktor Varsen Ağabekyanla görüş keçirib. Görüşdə Ermənistan-Fələstin münasibətləri, həmçinin Cənubi Qafqaz və Yaxın Şərq regionundakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Fələstinli dövlət naziri görüş zamanı Qəzza zolağındakı son durumla bağlı rəsmi Ramallahın mövqeyini Ermənistan tərəfinə təqdim edib. Qeyd edək ki, Varsen Ağabekyanın Fələstinli nazirlər arasında xüsusi statusu var. O, erməni əsillidir və bu fakt artıq regionda heç kim üçün sir deyil. Əksinə, bu, Ermənistanın Fələstin hökumətinə təsir rıçaqlarından biri sayılır. Ümumi götürdükdə
dedikdə isə Fələstinlə Ermənistan arasında tarixən və davamlı isti münasibətlər müşahidə olunub. Həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsi zamanı Fələstində yaşayan ermənilər Ermənistan tərəfində döyüşüb Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıblar. Azərbaycanın Fələstin məsələsində daim ədalətli mövqe tutmasına, Fələstin xalqının hüquqlarını beynəlxalq müstəvidə müdafiə etməsinə baxmayaraq, Fələstin dövləti heç zaman Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləməyib. Əksinə, bəzən Azərbaycanla İsrail arasında inkişaf edən münasibətləri qınayıb, bunu müsəlman həmrəyliyinə zidd kimi təqdim ediblər. Bu baxımdan erməni əsilli bir şəxsin Fələstinli nazir kimi İrəvanda Ermənistan rəhbərliyi ilə eyni masa arxasında oturması, həm də rəsmi İrəvanın təbliğat platforması olan Yerevan dialoqunda çıxış etməsi Fələstinin bitərəf və ya dost mövqe tutmadığını bir daha sübut edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Ermənistana səfəri zamanı İrəvanda Rusiya əleyhinə keçirilən etiraz eylemlərindən danışıb. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov mayın 21 və 22-sində İrəvana işgüzar səfəri öncəsi İrəvanda körpüdən Rusiya prezidenti Vladimir Putinin üzərinə qatil yazılmış fotosu və Ukrayna müharibəsinə dair yazının əks olunduğu böyük plakat asılıb. Zaxarova həmin aksiyaların sifarişçilərinin Moskvaya məlum olduğunu söyləyərək bildirib. Biz səfərdən öncə də bu performansa münasibət bildirmişdik. Həmin sifarişçilərdir, həmin pullar və həmin mənbələrdir. Burada kimdənsə nəyisə dəqiqləşdirməyə ehtiyac yoxdur. Bunu edənlər postsovet ölkələrinin arasını vurmaq istəyənlərdir. Biz nəyi aydınlaşdırmalıyıq? Bu aksiyalara xərclənən kiminsə 3 qəpiyinimi? Davam edirik. İran prezidenti Məsud Pezeşkiyanın İrəvana səfəri gözlənilir. Bunu İran Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə İrəvan dialoqu 2025 beynəlxalq forumu çərçivəsində jurnalistlərlə keçirilən brifinqdə bildirib. Xətibzadə bildirib, hazırda dövlət başçısının İrəvana səfərini planlaşdırırıq. İki paytaxt arasında siyasi məsləhətləşmələr aparılır. İqtisadi əməkdaşlıq isə çox yüksək səviyyədədir və yaxın gələcəkdə nəqliyyat üzrə 0% dərəcəsi tətbiq edildikdə iqtisadi əməkdaşlıq sürətli şəkildə artacaq. O, səfərin dəqiq tarixini açıqlamayıb. Xəbərlərimiz davam edir. İranda yük maşınları sürücülərinin tətilinin 6-cı günündə daha 20 şəhərin sürücüləri işlərini dayandıraraq eyləmə qoşulub və bununla da tətilə qoşulan şəhərlərin sayı 125-ə çatıb. Tətil eyləminə Təbriz, Qəzvin, Zəncan, Ərdəbil, Ocan və başqa bir neçə Azərbaycan şəhərinin sürücüləri də qoşulub. Narazı sürücülər yanacaq kvotasının azaldılmasına, sığorta haqqının yüksək olması və yük daşıma tariflərinin az olmasına etiraz ediblər. Məlumatlara görə sürücülərin tətili nəticəsində ölkədə yük daşıma sahəsi iflic olub, limanların fəaliyyətində də problemlər yaranıb. Sürücülərin tətil eyləmini dayandırmaları üçün onlara qarşı təzyiqlər başlayıb. Şiraz şəhərində onlarla sürücü həbs edilib. Pezeşkiyan hökumətinin yol və nəqliyyat təşkilatı rəhbəri Rıza Əkbəri tətil edən sürücüləri ixtişaş və gərginlik yaratmaqda günahlandırıb, bundan müxalif medianın hökumətə qarşı təbliğat vasitəsi kimi sui-istifadə etdiyini iddia edib. Bircənd, Şiraz, Kəhnuc, Makı və Kərə şəhərlərinin həbsxanalarında daha 15 məhbus edam edilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə məhbuslardan 13-ü narkotik maddələrin alveri, 2-si isə adam öldürməkdə günahlandırılıblar. Bircənd şəhərində edam edilən 8 məhbusun 3-ü qadındır. Bununla da cari ildə kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 480-i keçib, onlardan 19-u qadındır. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.